Elə bir yara yoxdur ki, qiyamət günü necə yaralanıbsa o şəkildə gəlməsin. Necə yaralanıbsa o şəkildə gələcək. Qanı axa-axa, rəngi qan rəngi, ətri misk rəngi, nəfsim əlində olana and olsun ki, əgər ümmətimə ağır gəlməsəydi, çətin gəlməsəydi, döyüşən heç bir dəstənin arxasında dayanmazdım heç vaxt. Lakin onları özümlə götürməyi bacarmadığım üçün, gücüm çatmadığı üçün, onların da gücü çatmadığı üçün və məndən ayrı tutmağın onlara əziyyət verdiyi üçün, ayrı düşməyin onlara əziyyət verdiyi üçün nəfsim əlində olana and olsun ki, istəyərdim ki, Allah yolunda vuruşum, öldürülüm. Sonra yenə vuruşum, yenə öldürülüm. Sonra yenə vuruşum, yenə öldürülüm. Ona görə də bu yolda şəhadət zirvəsinə çatmaq əzəmətli zirvədir. Bu yolda müsəlman torpaqlarını, vətənini qoruyub şəhid olmaq əzəmətli bir hörmətdir. Əzəmətli bir fəzilətdir. Allahdan əzəmətli bir neymətdir ki, Allah Taala onu istədiyi bəndələrinə verir. Onu bu fəzilətə çatdırmaq istədiyi, seçib saydığı bəndələri üçün ayırıb və bu dərəcədə dedik ki, böyük bir dərəcədir, yüksək bir dərəcədir, yüksək bir mənzildir ki, onlar o mənzildə Allah qatında sevinc içində diridirlər, Rəblərinin yanında ruzilənirlər və mənzilləri də ən yüksək mənzildir. Ona görə xoşbəxtdir o övladlar ki, bu yolda canlarını fəda ediblər və şəhidlərin karvanlarına qatılıblar. Və Fudala ibn Ubeyd radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, hər bir ölmüş kəsin əməli dayanır. Hər bir ölən kəsin əməli qırılır. Lakin Allah yolunda keşik çəkənlərdən başqa, Allah yolunda döyüşənlərdən başqa onun əməli qiyamətə qədər artır və o qəbr əzabından əmin olur, qorunur. Ona görə də şəhidin bərəkəti təkcə özü ilə kifayətlənmir, əksinə onun bu şəhidlik zirvəsinə yüksəlməsinin bərəkəti yaxınlarına, ailəsinə, qohumlarına da keçir. Və şəhidin bu məqamda olması haqda Raşid ibn Səd Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələrindən rəvayət edir ki, bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdu, dedi ki, ya Rasulallah, nəyə görə möminlər qəbir fitnəsinə məruz qalırlar, şəhidlər isə yox. O buyurdu ki, başlarının üzərində olan qılıncın parıltısı fitnə olaraq onlara kifayətdir, onlara bəsdir. Və həmçinin Miqdam ibn Ma'di Kərb deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, şəhidin Allah yanında 6 xisləti var. Ən birincisi buyurur ki, ilk yaralandığı və ilk qanının töküldüyü an bağışlanar. Cənnətdəki yeri ona göstərilər, qəbr əzabından qorunar, qiyamət günü və ya qiyamət gününün dəhşətindən əmin olar. İnsanlar qəbirlərindən qalxdıqda o qorxmaz, əminliklə qalxar. Həmçinin qiyamət günü onun başına vüqar tacı qoyular və onun yaqutu, o tacın bir yaqut dənəsi dünya və onda olandan daha xeyirlidir. Həmçinin cənnətdə 72 huri ilə evləndirirlər və öz yaxınlarından 70 nəfərə şəfayətçi olar. Ona görə də onlar Allah qatında diridirlər. وَلَا تَحْزَبَنَّ الَّذ۪ينَ قُتِلُوا ف۪ي سَب۪يلِ اللّٰهِ اَمْوَاتًا بَلْ اَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ Allah yolunda vuruşanları ölü hesab etmə. Onlar diridirlər. Əksinə Allah yanında ruzilənirlər. Ona görə Abdullah radiyallahu anhu bu ayəni təfsir edəndə deyir ki, bu haqda soruşuldu. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmlə bu haqda soruşuldu və dedi ki, onların ruhları yaşıl quşların boğazında və ya yaşıl quşların içində və ya yaşıl quşlar kimi cənnətdə istədikləri yerdə gəzəcəklər. Və sonra ərşdən asılmış çıraqların yanına gətirəcəklər. Onlar bu halda ikən Allah Taala onlara görsənəcək və deyəcək ki,